Müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. İzahıma başlamamışdan əvvəl sizlərə ödənişli qruplarımız haqqında qısa bir məlumat vermək istəyirəm ki, hər ayın əvvəli bizim yeni qruplarımız açılır və həmin qruplardan yararlanmaq üçün yuxarıda qeyd etdiyim nömrənin WhatsApp və mobilnisindən əlaqə saxlayıb ödənişli qruplarımıza qoşula bilərsiniz. Və çox danışmadan izaha başlayayım. Deməli, bugünkü danışacağımız mövzu ümumi pedaqoji tələblərdir. Yəni, dövlətin bizim qarşımıza qoyduğu tələblər var. Ümumi pedaqoji tələblər müəllimlə şagird arasında olan bir pedaqoji prosesdir, belə deyək də. Müəllim və şagird arasında olan bir proses, pedaqoji prosesdir. Baxın, deməli, nədir? Müəllimlə şagirdin arasında olan bir dənə prosesdir, müəllimlər. Pedaqoji prosesdir. Və bugün bu pedaqoji prosesdən danışacağıq ki, həmin pedaqoji prosesi biz necə təşkil eləməliyik ki, öyrədici olsun, şagirdlər mənimsəyə bilsin, tələblər ödənilmiş olsun. Həmin proses necə təşkil olunmalıdır ki, ümumi pedaqoji tələbləri biz ödəmiş olaq. Fikrim yəqin ki, sizlərə aydındır. Və burada 9 dənə pedaqoji tələb var. Bunlar haqqında danışacağıq. Hansılardır? Gəlin tanış olaq. Birinci, pedaqoji prosesin tamlığı. 2. Təhsildə bərabər imkanların yaradılması. 3. Şəxsiyyət yönümlülük. 4. Şagird yönümlülük. 5. İnkişaf yönümlülük. 6. Fəaliyyətin stimullaşdırılması. 7. Dəstəkləyici mühitin yaradılması. 8. İnklüzivlik. 9. Məktəb valideyn əlaqələrinin tənzimlənməsidir. Baxın, bu tələblər bizim qarşımıza qoyulubdur və biz müəllim-şagird münasibətlərini elə tənzimləməliyik ki, və bu tələblər ödənilmiş olsun və bizə verilən bu tələblərə əməl etməliyik. Ümumi təhsil sistemində təlim-tərbiyə prosesinin təşkili öyrədənlərlə, diqqətli oluruq, öyrədənlərlə. Kimlə? Öyrədənlərlə. Öyrənənlər arasında subyekt prinsipi əsasında, prinsipisinə uyğun, qarşılıqlı əməkdaşlıq əsasında aşağıdakı tələblər nəzərə alınmaqla qurulur. Nə deməkdir? Bu cümləyə biraz aydınlıq gətirim. Yəni, təlim-tərbiyə prosesini elə təşkil eləməlisiniz ki, yəni həmin təşkil olunan proses subyekt münasibətləri əsasında, əməkdaşlıq əsasında qurulsun. Yəni, biz dərs keçən zaman dərsi belə təşkil edirik də, dərslik müəllimik, sinifə girmişik, dərsimizi keçmək üçün şagirdlərimizə biz obyekt kimi baxa bilmərik. Şagirdlər subyektdir, artıq dərslər əməkdaşlıq şəklində, qarşılıqlı əməkdaşlıq şəklində qurulmalıdır ki, tələblər ödənilsin, tələbləri nəzərə alaraq qurmalıyıq. Yəni, ənənəvi təlimdən çıxırıq, ənənəvi təlimdən kənarda dururuq. Ənənəvi təlim necə idi? Müəllim deyirdi, şagird qulaq asırdı. Qayda buydu. Şagird oturmalıydı, əyləşməliydi, müəllim deyənlərə qulaq asmalıydı. Amma indi deyil, şagirdlərin də sual vermək hüququ var, şagirdlərin də meylini, marağını biz nəzərə almalıyıq, onların istəklərini nəzərə almalıyıq. Əlbəttə ki, tədrislə bağlı istəklərini, tədrisdən kənar yox, tədrisimizlə bağlı, öyrənmə prosesi ilə bağlı şagirdlərin meylini, marağını, tələblərini, inkişaflarını təmin etməliyik. Aydındır fikrim sizə müəllimlər. Deməli, biz həmin pedaqoji prosesi elə qurmalıyıq ki, tələblər ödənilmiş olsun. Tələbləri ödəyə bilək. Birinci tələbimiz nə idi? Pedaqoji prosesin tamlığı. Baxaq, pedaqoji prosesin tamlığı. Nə deməkdir? Yəni, bu cümlənin içində nə başa düşürük? Yəni, proses tam olmalıdır. Pedaqoji proses, yəni bizim dərsimiz, izahımız öyrədici olmalıdır. Öyrədici olmalıdır. Tərbiyə edici olmalıdır. İnkişaf etdirici olmalıdır. Yəni, bunlara bir aydınlıq gətirək. Yəni, bunların mahiyyətinə başa düşək. Görün, burada nə deyir? Cümləni əzbərləməklə işimiz bitmir. Bir başa düşək. Təhsil fəaliyyətlərinindir öyrədici, tərbiyə edici və inkişaf etdirici xarakter daşıması. Yəni, bunların üçü olarsa, bizim verdiyimiz o proses, pedaqoji proses tam olacaq. Əksi təqdirdə
natamam olur, yarımçıq olur, ödənilməmiş olur və ya pedaqoji proses pozulmuş olur. Yəni öyrədici olması nə deməkdir? Prosesin, təhsil fəaliyyətlərinin bir öyrədici olması. Yəni öyrənənin məsələnin mahiyyətini başa düşməsi. Yəni öyrənibdir, öyrətmişik şagirdə. Nəyisə öyrətdik dərsdə, keçdik dərsimizi, şagird bunu öyrəndi. Öyrənən hissəsində öyrəndi. Tərbiyə edici hissəsində həmin məsələnin mahiyyətini başa düşməlidir. İnkişaf etdirici hissə nə deməkdir? Artıq şagird öyrətdiyimizi mənimsəyir, başa düşüb və həyatda tətbiq eləyə bilir. Aha, bunların əgər üçünü də biz eləyə biliriksə, şagirddə deməli biz müəllim olaraq pedaqoji prosesi tam şəkildə icra etmiş oluruq. Misal, deməli, şagirddir, dərsdə biz buna keçirik ki, svetofordan, işıqfordan belə deyək, daha uyğun olsun, işıqfordan istifadə eləmək lazımdır, qırmızı işıqda bunu eləmək lazımdır, yaşıl işıq yanında bunu eləmək lazımdır, yol hərəkəti qaydalarını öyrədirik, şagird bunu əzbərləyir. Əzbərləyir, amma mahiyyətini başa düşmür. O şagird bilmir ki, yolu keçəndə hansı qaydalara əməl eləmək lazımdır. Artıq bunu mahiyyət olaraq başa düşmür və tətbiqini də bilmir. Deməli, nə baş verir burada? Pedaqoji prosesin tamlığı pozulmuş olur. Demək, biz ona nəyisə yarımçıq öyrətmişik. Düzgün öyrətməmişik. Yalnız öyrətmişik. Amma tərbiyə edici tərəfini mahiyyət olaraq başa salmamışıq, inkişaf etdirməmişik. Buna görə də o tamlıq pozulmuş olur. Tam o zaman olur ki, bu öyrədici, tərbiyə edici və inkişaf etdirici xarakterlərin hər üçünü biz şagirdə tam şəkildə əmin olaq ki, şagird bunları bildi. Məsələn, burada nümunə yazmışam. Deməli, müəllim hər hansısa bir mövzunu keçir, maraqla keçən dərsin sonunda şagirdlər mövzunu anlamamış olurlar. Əgər anlamırlarsa, bax anlamırlar, dərs anlamadı. Demək, tamlıq pozulubdur burada. Situasiyalarda da bu şəkildə sizə düşəcək. Pedaqoji prosesin tamlığı pozulmuşdur. Bunu necə tapacaqsınız? Orada əgər müəyyən bir prosesin sonunda şagird dərsin mahiyyətini anlamamış qalırsa, deməli, tamlıq pozulmuş olur. Əgər şagirdlər sonda mövzunu anlamırlarsa, bax, bura qeyd eləmişəm, anlamırlarsa, əhəmiyyətini dərk etmirlərsə, mahiyyətini başa düşmürlərsə, deməli, pedaqoji prosesin tamlığı pozulub. Əgər bunları başa düşmürlərsə, mahiyyətini dərk eləmirlərsə, tamlıq pozulmuş olur. Başa düşdünüz müəllimlər? Yəqin ki, aydın oldu fikirlərim. Tamamilə xırdalayıram ki, sizlərə qarandıq qalan bir məqam olmasın. Sonra, ikinci tələbimiz nə idi? Təhsildə bərabər imkanların yaradılması. Nə deməkdir təhsildə bərabər imkanlar? Deyir ki, əziz müəllim, təhsildə bərabər imkan yarat. Hər bir şagird üçün imkan yarat ki, şagirdin potensialı üzə çıxsın. Yaxşı 5 alanları seçmə, 4 alanları seçmə, 3 alanları seçmə, şagirdləri qruplaşdırma, bərabər imkanlar yarat. Bu bərabər imkanlar belədir ki, burada infrastruktur baxımından da ola bilər, təhsilin proses baxımından da bərabər imkanların yaradılması nəzərdə tutulur. Deməli, infrastrukturun baxımından necə yadınızda saxlayın müəllimlər? Misal üçün, sinifdə eyni şagirdləri, hər dərs biz eyni şagirdləri lövhədən istifadə etmək hüququnu veririk ki, hani bu şagirdlər yaxşı oxuyurlar, çıxsınlar lövhədə misal məsələ həll eləsinlər və yaxud başqa bir nümunə yazsınlar. Biz əgər eyni şagirdlərə bu şəraiti yaradırıqsa, dərsdə hər dərs 5 alanlardır, 4 alanlardır, çıxırlar lövhəyə, orada misal məsələ həll edirlər və yaxud xəritədən istifadə etmək üçün eyni şagirdlərə şərait yaradırıqsa, bərabər imkanları ciddi şəkildə pozmuş oluruq. Bəs digər şagirdlər, bəs sinifdə 3 olan şagird lövhəyə o da çıxmaq istəyir, o da səhv yazsa belə, zəif şagird olsa belə, onun da haqqıdır. Onun da haqqıdır ki, o lövhədə o çıxsın, səhv yaza-yaza öyrənsin. Biz müəllim olaraq onlara şərait yaratmalıyıq. Onların meylini, marağını, potensial imkanlarını nəzərə almalıyıq, əziz müəllimlər. Əgər almırıqsa, bərabər imkanları pozmuş oluruq. Misal, deməli, müəllim şagirdlərin bilik səviyyəsini müəyyən etmək üçün onlara müxtəlif çətinlik dərəcəsində tapşırıqlar verirsə, tələb gözlənilir. Baxın, sinifdə 3 alan, 4 alan, 5 alan hər bir şagirdi öyrənmə potensialını, bilik səviyyələrini nəzərə alaraq mən müəllim olaraq suallar tərtib edirəm ki, mənim 3 alan şagirdim də həmin suala cavab verə bilsin,
4 alan şagird də cavab verə bilsin, 5 alan şagird də cavab versin. Yəni, sualları çətinlik dərəcəsinə görə seçirəmsə, tələbi gözləmiş oluram. Amma yox, əgər mən eyni çətinlik dərəcəsində tapşırıq verirəmsə, tələb pozuram. Niyə tələb pozuram? Çünki mən eyni çətinlik dərəcəsində tapşırıq verirəmsə, həmin tapşırığı 5 alan şagirdlər yazacaq, 3 alanlar yaza bilməyəcək. Və mən bərabər imkanları pozmuş oluram axı. Bərabər imkanları ciddi şəkildə pozuram o zaman. Şagirdlərə seçim haqqı vermirəm. Hamıya deyirəm ki, gedin hansısa bir başlıq altında mövzu verirəm, deyirəm bu mövzuya aid inşa yazın. Olmaz. Seçim haqqı verir. Şagirdlərə verir ki, istənilən mövzuda inşa yaza bilərsiniz. Yəni, hamının eyni çətinlik dərəcəsində inşa yazmaq qabiliyyəti yoxdur axı. Onlara müxtəliflik üzərindən çalışmalar verməliyik. Onların potensial imkanlarını biz nəzərə almalıyıq ki, bərabər imkanları gözləmiş olaq. Aydın olur da, yəqin ki, fikrim sizlərə. Bu, aydın olursa şərh bölməsində yazarsınız, zəhmət olmazsa. Qaranda qalan məqamları qeyd edin, təkrar üzərindən keçək. Şəxsiyyət yönümlülük. 3-cü prinsipimiz nə oldu? Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük nədir, müəllimlər? Gəlin, biraz aydınlıq gətirək. Baxın, bir şəxsiyyətin yetişməsi üçün, bir şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük, şəxsiyyətin yetişdirmək üçün biz özümüz şəxsiyyət olmalıyıq. Birinci bunu yadda saxlayaq. Şəxsiyyət yetişdirmək üçün ilk öncə özümüz şəxsiyyət olmalıyıq. Ki, biz onlara rol model olaq. Baxsınlar, görsünlər, götürsünlər. Bu birinci addım. Sonra təhsil alanların idraki, baxırıq, deməli, idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyatı bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlər formalaşdırmalıyıq. Hansı dəyərlər? Milli və bəşəri dəyərlər formalaşdırmalıyıq. Dərs keçirik, dərsimizdə danışa bilərik adət-ənənələrimizdən, milli bəşəri dəyərlərimizdən, özümüzün tariximizdən, hörmət hissindən danışa bilərik. Şagirdlərdə öz millətinə qarşı, başqa xalqların millətlərə qarşı insani keyfiyyətlər aşılamalıyıq biz şagirdlərə. Yəni, onlarda dəyər yoxdursa, dəyər vermək qabiliyyəti yoxdursa, hörmət yoxdursa, dəyər yoxdursa, orada heç bir şəxsiyyətdən söhbət gedə bilməz. Şagirddə hörmət hissi, sayğı hissi olmalıdır. Onlara onu aşılaya bilməmişiksə, yəni onların aldığı təhsil heç nədir deyə bilərik. Yəni, birinci növbədə milli mənəvi dəyərlər və ailə dəyərləri. Dəyərlər ailədən başlayır. Ailə dəyərlərini öyrətməliyik onlara. Hörmət hissini aşılamalıyıq. Böyüyə, kiçiyə hörmət. Yəni, hər bir cəhətdən müəllimlərimiz yəqin ki, hər birisini özləri məndən də yaxşı bilərsiniz. Yəni, bu şeyləri şagirdlərə öyrətməliyik. Onlarda idraki, ünsiyyət, psixomotor fəaliyyətlər, bunlar taksonomiyalarda keçəcək. Hər birisi haqqında sizlərə geniş danışacağam. Fəaliyyətlər əsas bacarıqlardır bunlar. Bacarıqları inkişaf etdirməliyik. Əgər etdirə biliriksə, orada şəxsiyyət yönümlülükdən söhbət gedə bilər. Məsələn, müəllim şagirdlərə adət-ənənələrimizi, dövlət rəmzlərimizə qarşı hörmət hissi formalaşdırmırsa, əgər formalaşdırmırsa, şəxsiyyət yönümlülüyü pozur, formalaşdırmırsa deyir, baxın, pozur, formalaşdırmalıdır. Müəllimin işidir, vəzifəsidir. Adət-ənənələrimizə, dövlət rəmzlərimizə qarşı hörmət hissi, böyüklərimizə hörmət hissi, bir insani keyfiyyətlər aşılamalıyıq şagirddə. Təhsildən də qabaq birinci bunu eləməliyik biz ki, orada bir şəxsiyyət yetişsin, gələcəyə bir şəxsiyyət kimi insan yetişdirə bilək. Bu bizim 3-cü prinsipimiz. Sonra gəlir şagird yönümlülük. Baxın, bu şagird yönümlülüyü bərabər imkanlarla qarışdırır müəllimlər. Amma situasiyalarda elə düşmür. Situasiyalarda testə düşəndə, yəni orada düşünərsiniz ki, müəllim bərabər imkanlarla şagird yönümlülüyü ikisi də verilə bilər. Biz hansını götürək? Elə bir şey olmur. Testi tərtib edənlər də düzgün bilirlər ki, məsələn, bunlar demək olar ki, birəbir eyni prinsipdir və siz orada bunların biri veriləcək cavab kimi. Yəni, burada narahat olası bir şey yoxdur. Şagird yönümlülük də bərabər imkanlar kimidir. Yəni, orada da şagirdin meylini, marağını nəzərə almalıyıq, şagirdlərdə maraq oyatmalıyıq, həvəs oyatmalıyıq, şagirdlərə seçim haqqı verməliyik. Bütün bunları eləyiriksə, müasir təhsil sistemi şagirdə yönəlik bir təhsildir.
Bunu bilirik zaten. Yəni şagirdə istiqamətli bir təhsildir. Bizdə mərkəzdə şagird durur. Şagird mərkəzli bir təhsildir. Təhsilimizi, tədrisimizi elə təşkil edirik ki, şagirdin istiqamətində. Yəni biz şagirdin maraqlarını nəzərə almalıyıq, istəklərini nəzərə almalıyıq. Şagirdlərdə dərsə qarşı həvəs oyatmalıyıq. Baxın, burada bir dənə incə məqam var. İncə məqam var. Mən sizə onu deyəcəm. Bax, burada yazılıbdır ki, şagirdin şəxsiyyətin formalaşdırılması. Baxın, buna mütləq diqqət edin. Şəxsiyyətin formalaşdırılması şagird yönümlülüyə aiddir. Bunu götürüb şəxsiyyət yönümlülük yazmayasınız. Bax, bunu incə məqam kimi qeyd edin. Şəxsiyyətin formalaşdırılmasını şagird yönümlülüyə veriblər. Təhsil fəaliyyətlərinin bilavasitə təhsil alanların mənafeyinin müdafiəsinə, təhsil tələbatlarının ödənilməsinə, istedadlarının reallaşdırılmasına, şəxsiyyətin formalaşdırılmasına yönəlməsidir. Nədir şagird yönümlülük bildiniz? Yəni burada deyir ki, şagird yönümlülükdə istedadlarının, məsələn, təhsil tələbatlarının ödənilməsi deyəndə nəyi nəzərdə tuturuq? Yəni şagirdlərin dərsi necə daha yaxşı mənimsəyə bilirlərsə, biz onu nəzərə almalıyıq. Şagirdlər dərsi biz necə keçəndə onlar daha yaxşı mənimsəyə bilər. Ola bilər ki, müəllimdir, sinifə girir, dərsi keçir, sual cavab elədi, uşaq heç nə öyrənə bilmədi. Amma məsələn, müəllim artıq şagirdlərin meylini, marağını bilirsə, onların öyrənmə tərzlərini bilirsə, dərsini elə təşkil edəcək ki, şagirdlər öyrənəcək. Misal üçün, şagird var, deyir ki, müəllim, mən dərsi öyrəndim, gərək 5 dənə test işləyəm ki, məndə möhkəmlənmə getsin. Aha, müəllim artıq bunu nəzərə alırsa, şagird yönümlülüyü qorumuş olur, şagird yönümlülüyü gözləmiş olur. Sonra, yəni burada təhsilin istedadlarının reallaşdırılması nədir? İstedadın reallaşdırılması odur ki, misalən, şagirddir, mən şagirdəm, mən coğrafiyaya heç bir həvəsim yoxdur, misal, heç bir həvəsim yoxdur, istəmirəm mən coğrafiyanı oxumaq. Müəllim də bunu bilir. Müəllim nə etməlidir? Məndə həvəs oyatmaq üçün müəllim nə edə bilər? Müəllim onu eləyə bilər ki, mənə gələr yaxınlaşar, deyə bilər ki, əziz şagirdim, mən amma rəsm çəkməyi sevirəm, coğrafiyanı sevmirəm. Gəlib deyə bilər ki, əziz şagirdim, sən Azərbaycan xəritəsini çəkə bilərsənmi? Bölgələrimizlə bağlı rəsmlər çək, coğrafi, tarixi yerlərimizlə bağlı rəsmlər çəkə bilərsənmi? Artıq məndə həmin dərsə qarşı özüm istəmədən də həvəs oyatmış olacaq müəllim. Və mən həmin dərsi sevməyə başlayacağam. Nə edəcəm? Sevməyə başlayacağam. Müəllim məndə həvəs oyadacaq. Bəli, şagird yönümlülük prinsipi də budur müəllimlər. Düşünürəm ki, yadınızda qaldı. Və burada qeyd elədiyim məqamları siz də dəftərlərinizə olduğu kimi qeyd eləsəniz yaxşı olar. Sizə lazım olacaq çünki. Sonra gəldik inkişaf yönümlülüyə. Baxın, inkişaf yönümlülük. İnkişaf nə zaman ola bilər? Bir şagirdin, bir insanın inkişafı üçün həmin insanın təhlilə ehtiyacı var. Həmin işin təhlilə ehtiyacı var. Təhlil yoxdursa, inkişaf yoxdur. Misal üçün, öz üzərimdən danışıram, misal danışıram. Mən imtahana hazırlaşıram. Çoxlu testlər eləyirəm və hər dəfə də testlərimin yarısından çoxu səhv çıxır. Məsələn, yarısı səhv çıxır. Mən həmin səhvlərimi təhlil eləmirəm. Öz səhvlərimi təhlil eləmirəm ki, mənim səhvlərim hardadır? Mən niyə bu səhvləri buraxdım? Və səhvlərin üzərində işləmirəmsə, məndə hansı inkişafdan söhbət gedə bilər? Yəni, demək istədiyim odur ki, dəyərli müəllimlər, inkişaf yönümlülüyün əsasında təhlil dayanır. Təhlil yoxdursa, inkişaf yoxdur. Bunu mütləq yadda saxlayın. Dərsdə də şagirdlərin inkişaf yönümlü olması üçün, inkişafları üçün biz onların nailiyyətlərini təhlil eləməliyik və aradakı boşluqları tapmalıyıq. Nə etməliyik? Təhlil eləməliyik. Həmin boşluqları aradan qaldırmalıyıq. Aydındır? Bax, burada da qeyd eləmişəm. Şagirdlərin təhsil nailiyyətlərinin bir dəqiqə. Təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr. Təhsil nailiyyətlərindən alınan nəticələr əsasında inkişaf perspektivini motive edən kompleks tədbirlərin həyata keçirilməsidir ki, mən də bunları öz sözlərimlə sizlərə dedim. Məsələn, müəllim dərslərini formal olaraq keçir.
girir dərsə, 45 dəqiqəni bitirir, dərsimi keçdim. Daha fikirləşmir ki, mənim şagirdlərim öyrəndi, öyrənmədi, hansı nə qədər öyrəndi, öyrənə bildilərmi, harda çətinlik çəkdilər, hansı şagirdim çətinlik hansı bölmədədir, hansı düsturdadır və yaxud da ki, onun üzərində dayanmır. Şagirdlərin nailiyyətlərini təhlil etmir, öyrənmələrini təhlil etmir. Təhlil yoxdursa, inkişaf yoxdur. İnkişafdan söhbət getməz. Təhlil olmasa inkişaf yoxdur. Bunu da bu şəkildə yadda saxlayırsınız, gedir müəllimlər. Sonra gəldik fəaliyyətin stimullaşdırılmasına. Fəaliyyətin stimullaşdırılması nədir? Məsələn, hər birimiz müəyyən bir işlər görürük də, məsələn, evdə, məktəbdə, məsələn, həkimlər xəstəxanada, poverlər yemək bişirir. Hər kəsin bir stimula ehtiyacı var. İnsan olaraq hər kəs gördüyü işə bir stimul istəyir. Nə istəyir? Yəni kimdənsə bir dənə rəy almaq istəyir ki, onu motive edəcək, stimullaşdıracaq. Başa düşürsünüz fikrimi? Yəni təhsil prosesinin səmərəliliyinin artırılması, baxın, təhsil prosesinin səmərəliliyinin artırılması, şagirdlərin təlim marağının yüksəldilməsi üçün onların nailiyyətlərinin izlənilməsi və dəyərləndirilməsi istiqamətdə tədbirlərin görülməsi. Dəyərləndirmə aparmaq lazımdır. Şagirdlərə. Yəni, onlara anındaca rəy vermək lazımdır, fikir bildirmək lazımdır, istiqamət vermək lazımdır ki, onlar daha da stimullaşsın. Düzgün rəy vermək lazımdır şagirdlərə. Əks əlaqə qurmaq lazımdır onlara. Onlara düzgün istiqamət verəriksə, şagird misal üçün dəftərinə misalı yazır, işləyir. Biz də müəllim olaraq onun səhvini görürük də. Gördük ki, səhv yazdı. Gəlib yarıya kimi misalın yarısından sonrasını səhv gedir də. Biz müəllim olaraq həmin an şagirdə orada istiqamət versək, onun fəaliyyəti stimullaşacaq. Əgər fəaliyyətini stimullaşmağını istəyiriksə, əlbəttə ki. Yox, gözümüzü yumuruq, axıra çatır şagird deyir, səhv, 2 aldın, geç otur yerə. Düzgün deyil axı bu. Düzgün olmadı. Fəaliyyətini stimullaşdırsan, ona istiqamət versən, ona dəyərləndirsən, onun təlimi marağını yüksəlt. Onda fəaliyyət stimullaşmış olacaq. 6-cını da başa düşdüyümüzə görə keçirik 7-yə. Dəstəkləyici mühitin yaradılması. Dəstəkləyici mühit nə zaman yaradılır? Adından görüldüyü kimi dəstəkləməliyik də. Dəstəkləyici mühit təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun, baxın, zəruri bir infrastrukturun, sağlam mənəvi psixoloji mühitin yaradıcı və təhlükəsiz təhsil sisteminin təmin edilməsidir. Gəlin aydınlaşdıraq. Misal üçün, məktəbdə müəllimik, getmişik dərsimizi keçməyə, yazasıyıq, misal izahlayasıyıq, lövhəmiz yoxdur. Yazmaq üçün təbaşir yoxdur və yaxud da ki, qələmimiz yoxdur. İnfrastruktur, dəstəkləyici mühit pozulubdurmu dəyərli müəllimlər? Bəli, pozulubdur. Demək, birinci nə olmalıdır? İnfrastruktur bazası olmalıdır məktəbin. Yoxdursa, dəstəkləyici mühit pozulur. Testlərdə harda görsünüz, infrastruktur çatışmamazlığı var. Misal üçün, şagirdləri aparmışıq emalatxanaya, əlcək yox, yəni təhlükəsizliyə riayət eləyəcək avadanlıqlar yoxdur və şagird əlini zədələyir. Artıq nə olub? Dəstəkləyici mühit pozulub. Testlərdə harda görsəniz, bunu bu şəkildə götürəcəksiniz. Sağlam mənəvi psixoloji mühit nə deməkdir? Müəllim çıxır koridora, görür ki, tənəffüs zamanı 2 dənə uşaq davalayır, dalaşırlar. Bir-birindən dalaşırlar. Bax, aşağıda qeydləmişəm. Və görməzdən gəlir. Heç bir müdaxilə eləmir. Nə baş verib? Dəstəkləyici mühit pozulub. Dəstəkləyici mühit pozulubdur. Açar məqamları qeydləmişəm burada. Açar məqamlar. Konfliktlərin aradan qaldırılması, avadanlıq cəhətdən çatışmamazlıq, yalnız zəif və ya yalnız mənfi cəhətlərin deyilməsi. Bax, burada biraz danışmalı olacaq. Dəyərli müəllimlər, bunu mütləq qeyd edin, yadınızda qalsın. Bəlkə də bilənləriniz var, bilməyənlər üçün deyirəm. Deməli, şagirdin mənfi cəhətləri yoxdur. Bax, bunu mütləq yadda saxlayın. Şagirdin zəif cəhətləri ola bilər, amma mənfi cəhətləri yoxdur. Şagirdin nəyi var? Müsbət cəhətləri və inkişafa ehtiyacı olan tərəfləri var. Mənfi cəhətlər yoxdur. İnkişafa ehtiyacı olan tərəflər deyəcəksiniz. Aydındır müəllimlər? Konfliktlərin aradan qaldırılması.
Əgər qaldırılmırsa, dəstəkləyici mühit pozulubdur. Avadanlıq çatışmırsa, dəstəkləyici mühit pozulubdur. Şagirdə dərsdə ələ salırıqsa, rişxənd eləyiriksə, şagirdi gülünc obyektinə çeviririksə, şagird dərsdə zəif cavab veribsə, biz onu gülüş obyektinə çeviririksə, digər şagirdlər də gülürsə, şagirdə ancaq sən mənfisən, sən busan, sən osan deyiriksə, dəstəkləyici mühiti pozmuş olur. Olmaz. Qətiyyən olmaz. Mənfi olmaz. Mənfini demək olmaz. Mənfi yoxdur. İnkişafa ehtiyacı olan tərəfi var şagirdin. Bu da belə. Gəldik növbətiyə. İnklüzivlik. İnklüzivlik nə deyir? İnklüzivlik bizdən nə istəyir? İnklüzivlik deyir ki, fiziki, psixi, intellektual xüsusiyyətlərindən və sağlamlıq imkanlarından asılı olmayaraq, təhsilin bütün uşaqlar üçün əlçatan olmasıdır. Yəni, təhsil sistemi, təhsil bütün uşaqlar üçün əlçatan olmalıdır. Biz hər hansıda bir şagirdi sinifdə ayıra bilmərik ki, bu uşağın psixi problemi var. Suallara cavab vermək üçün heç onu qaldırmırıq, heç onu saymırıq. Fiziki cəhətdən, psixi cəhətdən zəifdir deyə heç onu saymırıq. Deyirik ki, o da bilmir. Durğuzmuruq ayağa. Olmaz. Olmaz. Həmin uşağın da haqqıdır ki, həmin suallara cavab versin. Eybi yox, səhv cavab verə bilər. Fiziki cəhətdən ola bilsin ki, hansısa bir problemi var, lövhəyə çıxa bilmir, amma cavab vermək haqqı var. Buna biz şərait yaratmalıyıq. Şərait yaratmırıqsa, inklüzivliyi pozmuş oluruq. Şagirdin sağlamlıq imkanları məhduddur deyə, məsəl üçün, müəllim sual-cavab zamanı həmin şagirdin adını çəkmir, prosesə cəlb etmir. Nə edir müəllim? İnklüzivliyi pozur. Niyə pozur? Çünki o uşaq çatışmamazlığı var. Prosesə cəlb eləmir, saymır. Olmaz axı belə. Hər bir şagirdin haqqıdır ki, bərabər təhsil alsın. Bütün uşaqların haqqıdır. Təhsil əlçatan olmalıdır hər birisi üçün. Hər birisini dinləməliyik, hər birisinə şərait yaratmalıyıq, hər bir şagirdin meylini, marağını təhsillə bağlı nəzərə almalıyıq. Onlarda dərsə qarşı meyl, maraq, həvəs oyatmalıyıq, hər birisinə şərait yaratmalıyıq. Bütün bunları biz eləsək, ümumi pedaqoji tələbləri ödəmiş olacaq, dəyərli müəllimlər. Həmin tələbləri həmin zaman ödəyirik biz. Başa düşürsünüz də yəqin ki, müəllimlər. Çox danışıram biraz. Məktəb valideyn əlaqələrinin tənzimlənməsi. Aha. Təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlərin aradan qaldırılması, müəssisənin inkişaf perspektivinin müəyyənləşdirilməsində valideynlərin rolunu təmin etmək lazımdır. Yəni, məktəb valideyn əlaqələri tənzimlənməlidir. Valideynlər məktəbə dəvət etmək lazımdır, dərs iştiraklarını təmin etmək lazımdır. Məktəblə valideyn sıx əlaqədə olanda təhsildə də inkişaf olur. Şagirdlərin təhsili inkişaf eləyir. Onlarda irəliləyişlər 1-ə 5 artır. Yəni, sonra burada qeyd eləmişəm ki, valideynlərin məktəbin inkişafının perspektivi müəyyənləşdirməsində şərait yaratmaq lazımdır. Yəni, misal üçün, valideyndir, məktəbə hansısa bir hədiyyə bağışlamaq istəyir. Smart lövhələr gətirib məktəbə bağışlamaq istəyir. Müdiriyyət narazılıq eləyir. Olar sizcə belə bir şey? Olmaz. Valideyn də könüllü olaraq yardım eləmək istəyir. Biz ona şərait yaratmalıyıq ki, nə gözəl, Allah canını sağ olasın. Gətir, quraşdır. Buna biz şərait yaratmalıyıq valideyn, məktəb rəhbərliyi olaraq. Müəllimlər olaraq valideynlərə şərait yaratmalıyıq ki, gəlsinlər dərslərdə evladlarının dərsdə iştirakından xəbərdar olsunlar. Yəni, sıx-sıx təmasda olmalıyıq. Burada da yəni məktəb valideyn əlaqələrinin tənzimlənməsi, bunu testdə tapmaq çox asandır müəllimlər. Burada çaşası məqam yoxdur. İzahım bu qədər müəllimlər. Ümid edirəm ki, siz izahdan nələrsə başa düşdünüz və qeydlərinizi götürün müəllimlər. Və mənim izahımı bəyənmisinizsə, YouTube kanalıma abunə olun ki, bu tipli izahlardan xəbərdar olasınız. Və çərçivəyə yeni əlavə olunan mövzular var ki, həmin mövzuların izahı da yaxın zamanlarda YouTube kanalımızda olacaq və bizim ödənişli dərslərimizə qoşulmaq istəyən müəllimlər çərçivə sənədinə uyğun olaraq tamamilə addım-addım gedəcəyik. Artıq dekabr ayıdır və dekabr ayından müəllimlər start götürmək lazımdır. Artıq dekabr ayı özü də gecdir. Yəni sentyabr, oktyabr, noyabr. Çünki kurikulum elə bir vəsaitdir ki, yəni bu sizdən sevgi istəyir. 1 aya, 2 aya, 3 aya bunu öyrənəcəm, gedəcəm, orada yüksək nəticələr yazacam, belə bir şey yoxdur. Öyrənməlisiniz A-dan Z-yə. Sonra təkrar eləməlisiniz, bolca testlər işləməlisiniz, hər bir mövzunu açar məqamları ilə bilməlisiniz, əzbərləməmək şərti ilə
mahiyyətini başa düşərək irəliləməlisiniz ki, gedib imtahanda nəticə toplaya biləsiniz. Dəyərli müəllimlər, yəqin ki, fikirlərim sizə tamamilə aydın oldu. İzahımı bəyəndinizsə, YouTube kanalıma abunə olmağı, bəyən düyməsini basmağı və şərh yazmağı unutmayın. Özünüzdən müğayət olun. Növbəti izahlarımızda görüşərik. Sağ olun.